Euzu billah mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Laqad halaqnal insane fi kabadin. Sadaqallahul aliyyul azim. Aziz mümin kardeşler, sizleri ve özümü təqvaya dəvət edirəm. Allah'a and verirəm cəlalına, əzəmətinə. Allah Teala bu təqva yolunda her birimizi ihlasla qərar versin inşallah. Fürsətdən istifadə edib bu Allah evində, Əhl-i Beytin qapısında sözümə başlamamışdan qabaq Allah'ın salamı ilə sizləri salamlayıram. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Allah'a and verək, cəlal və izzəti xatirinə Səfər ayının ilk cüməsidir. Ey zülmət gecələri günəşli, aydın edən Allah'ım, bizim də gələcək günlərimizi zülmətdən günəşə tərəf, aydınlığa tərəf apar. Ey hər şeyi bilən Allah'ım, ey bütün çətinliklərdən xəbərdar olan Allah'ım, bizim də həyatımızda olan çətinliklərimizi bizim üçün asan qərar ver. Ey Pərverdigarım, ey bizi yaradan Xaliq, səni an verir izzəti və əzəməti və ya Rəbbim Allah, bizim bu dünyamızı və ahirətimizi abad qərar ver ki. İlahi bizləri səfər ayında layiqli olan ibadəti gözəl, itaəti gözəl və əxlaqı təmiz olan insanlardan qərar ver ki. Pərverdigara aləm xəstələrə, nəzərdə olan xəstələrə, İlahi ya Rəbbim Allah, qürbətdə, qərib yerdə olan xəstələrə, evlərdə və xəstəxanalarda olan xəstələrə heç yoxdan şəfa ver. Ya Rəbbim Allah, hər kəs ki bura gəlir iltimas edir, İlahi biri anadır, biri baladır, biri atadır. Hər kəs ki bir müşküllə, öz ailəsinin çətinliyi ilə gəlir və təvəssül edir ya Rəbbim Allah. Səndən istəyir ya Rəbbim Allah. Hər birinin dərdinə çarə qılmaq üçün onlara kömək ol ki. İlahi bu cəmi biri-birinə mehriban qərar ver. İlahi ya Rəbbim Allah, bizləri nəfsimiz və şeytanın qabağında əsir etmə. İlahi sənə and verəm cəlal və izzətin xatirinə bizim bugünkü cüməmizi hər birimiz üçün mübarək qərar ver. Dualarımızın qəbulu üçün Muhammed və Ali Muhammed salavat zikr eləyək. Bugünkü gün inşallah mövzumuz halallıq, halal ruzi, ümumiyyətlə halallıq. Sözümün əvvəlində Qur'an-ı Kərimin ayəsində Allah Müteal belə buyurur ki, Bələd surəsinin 4-cü ayəsində Laqad xalaqnal insana fi kabadin. Peyğəmbər insanlara bu cür de, insanlara xəbərdar et. Şübhəsiz biz insanı zəhmətdə və məşəqqətdə yaratdıq. İnsan doğulduğu gündən qəbr evinə gedənə qədər əzab, əziyyət içində çalışıb çabalayar. Həyat boyu müxtəlif çətinliklərlə üzləşər. Bu ilahi bir hikmətdir, həyatın qanunudur. İlk olarak Allah Müteal her bir şeyi yaradan Halikimiz ilk insan olarak Adem Aleyhisselam'ı yarattı. Ve Adem'e ilk olarak değildi ki Allah Rabbi tarafından her bir şey burada yaratılmışlar senin, ama bu şey senin için olmaz, bu şey senin için haramdır, ona değmezsen. Ama nefs ve şeytanın vesvesesi Adem'i bütün o güzelliklerden çıkartmak için bir vasıta oldu. Onun ağlını, yani hakim olandan sonra Adem Allah tarafından koyulmuş, hemen o harama taraf yön aldı. Ondan istifade edenden sonra Rabbi tarafından onun hiç fikrinde ve zihninde olmayan başka bir şeyler Adem'de ve Havva'da tezahür edenden sonra Allah Müteal emretti ki sen ve senin yanındaki hara enin yer üzerine, onu o yerden çıkarttı. Ne için? Haram
harama el apardığı üçün ve ondan sonra Adem övladları ta bugüne kadar, kıyamete kadar dünyada müxtəlif çətinliklərlə rastlaşmağa başladılar. Ama Adem aleyhisselam bir neçə müddət orada yer aleminde yaşayandan sonra Allah'a tərəf yön aldığına ve istiğfar ettiğine göre iller keçəndən sonra Allah Müteal Adem aleyhisselamı bağışladı. İndi hemen bu məşəqqətli dünyada biz yaşayırıq sizlerden bir yerde. İndi dünyanın bu kadar çılpaqlığını görəndən sonra, xüsusilə də bu yay aylarında dünyada baş verən bu çılpaqlıq ve hatta xırda bir şeyle örtülmüş insanların bu hala düşməsinin səbəbini anlayırıq ki, insan ne kadar harama çok meyil ederse bir o kadar da Allah'ın kapısından ve Allah buyurduqlarından uzak düşmüş olacak. İnsan ne kadar haram yemiş olarsa bir o kadar da, üzr istəyirəm sizden, çılpaq olar. Hatta o xırda bir şeye, cüz'i bir şeye, bürünmüş bir şeye onu da öz üzerinden götürecek. Çünkü insan ne kadar harama taraf meyil alırsa həya pərdeləri o zaman insanın özünde ve üzünde, rəftarında kırılıp dökülür yere. Gedir, zay olur, məhv olur, aradan getmiş olur. Neyin sayesinde? Haramın sayesinde. Ki sözümün evvelinde Allah Teala Adem'i cennete gönderdi ve dedi ki her bir şey bu senindir ama illa ki bu harama değmezsen. Adem nefsi ve şeytanın onu daha güzel gösterdiğine göre meyletti o harama meylettiği için onda tezahür eden diğer bir şeyler, görmediği bir şeyler olandan sonra Allah Teala buyurdu ki çık benim cennetimden, yer üzerine in. Ve onun neticesidir. İndi biz anlayırıq ki hakikaten de dünyada bu kadar çılpaq olmağın səbəbi, bu kadar həyanın itməsi, iffətin itməsi, mənəviyyatın itməsi səbəbi haramın daha çok olmasıdır. Her yerde ki dünyada haram daha çok olursa bir o kadar da Allah Teala'nın eksine, buyurduğunun eksine ve Kur'an'ın eksine, dinin eksine, mənəviyyatın eksine harekette olanlar ve biz onun canlı indi şahidiyik ve gözümüzle de görürük. Hatta o cür insanlara belə korkudan yakınlaşmak da olmur. Elə yer kimse bir şey diyerse ona elə bir sözden cevap verecek ki sen haksız, o haklı çıkacaktır. Çünkü diyecek ki benim bu özgürlüğümdür, bu benim azad olmağımdır. Allah Teala İlk insanı yarattı. Laqad xalaqnal insana fi ahsani taqvim. Ben insanı yer üzerinde yarattıklarımın içinde en güzel bir biçimde yarattım. En güzel yarattım. İnsanı ben o cür yarattım. Değer verdi. Canişin təyin etti yer üzerinde. Ama insan öz çirkin əməlləriyle harama mürtekib olup haram yolla gedenden sonra bu cür sifəti aldı insan ve Allah Teala'nın yolundan tamamen çıkarak şeytana meyillenmiş insanlardan oldu cemiyetin ekseriyeti. Allah Teala her birimizi o cür emelde olan insanlardan uzak karar versin inşallah. Muhammed ve Ali Muhammed salavat zikreyle. Beled suresinin 7. ayesinde Müteala Allah buyurur: "Ayahsabu en lem yerahu ahadun." Dil peygamber meğer o hiç kesin onu görmediğini mi güman edir? Ayahsabu hesap edir ki en len yerahu ahadun. Hiç kim onu görmüyor. İnsan ne edirse, hansı bir fesada gedirse, hansı bir çirkinliğe gedirse, hansı bir nahak işe gedirse ve bunun sahibi olursa ister aşikar ister gizlin olsun, o hesap edir ki onu hiç kim görmüyor. Elem nez'allahu ayneyn. Meğer biz ona iki gören göz vermedik mi? Meğer deyir biz ona iki gören göz vermedik mi? Onun gözleri yoktur mu? O görmür mü? O derk etmir mi? O bilmir mi? Haberi yoktur mu insanın? Biz ona şuur vermişiz. Sonra bu ve lisanen ve şefeteyn ve eləcə de bir dil ve iki dodak ona vermedi mi? Ve hedeynahu necdeyn. Biz ona iki yolu, hayır ve şer, küfür ve iman yollarını göstermedik mi peygamber?
Biz ona ve hadeynahun necdeyn, iki yol gösterdik. Şer ve hayır yolu, batil ve düz yolu göstermedik mi yol? Cennet ve cehennem yolunu ona göstermedik mi insanlara? Ki insanlar elbette ki bunun mukabilinde neylesinler? Allah'ını, Rabbini tanısınlar ve Rabbine taraf meyil etmekte, Allah'a taraf meyil etmekte, Allah'ın gönderdiği Kur'an-ı Kerim'in ayelerini okuyarak özlerine onu esas bilip ve Allah için çalışmak. Yani dünya ve ahiretinin abad olması için insan edebilir ki özü özlüğünde bu hayat ne kadar insan için varsa ve o hayatın mukabilinde insan insanlığa çatsın, marifete çatsın, maneviyata çatsın ve diğerlerinden özünü ayırsın. Necə ki insan bu dünyada neyse istəyirsə, neyin bahasına olursa olsun onu elde etmek için gece ve gündüz yatmadan çalışır. O cürde eğer Allah isteği insanın kalbinde var iken onu kalbinden pozup şeytana meyillenmek ve şeytan emellerini kalbine hakim etmeyin sebepkarı özünsen deyim, özün çalışmalısan Allah'ın izniyle, istiğfarla Allah'a taraf qayıtmak için meyillenmelisən ki çirkabda olan kalbimizi temizleyək, paşlayaq, nəfsimizi ayağımızın altına alaq və ondan sonra Rabbimize tərəf istiğfarla qaydaq ki, ilahi pərverdikarı aləm, mən sənin günahkar bəndən idim, bu məşəqqətli dünyada, bu keşməkeşli dünyada nicat tapmaq üçün gəlmişəm sənin qapıva ki, tək olan nicat qapısı səndədir. Ondan diğer bir kapı yoktur. İlahi ben çok kapılar gezdim. Meylimi ve nefsimi başka kapılara verdim. Ümidimi başka yerlerde aktardım. Nicatımı başka yerlerde aktardım. Xilas olmağımı başka yerlerde aktardım. Ama hele indi düş ve başa düşmüşəm. Anlamışam ki onlar her biri müfəqqətidir. Esas olan kapı senin kapındır. İlahi her bir kapı ki o kapının evvelinde birinci kapı sen değilsense, sen orada yoksansa diğerleri puştur ve yoktur. İlahi her kapıya ümid ettimse, naümid o kapıdan qayıtdım. İndi xəcalət çəkirəm sənə tərəf qayıtmaqda. İlahi məni haramlardan qorumaq üçün, halallara tərəf meyil etməkdə mənə kömək ol ginən. İlahi sənin yolunda olmaq için çalışıram. İlahi mənim imanımda şərt odur ki təslim olam sənə və mən sənin göndərdikləri və əgər mən sənə təslim olmaramsa və onu əməllərimdə mən şəxsən göstərmərəmsə, vay mənim halıma. Təslim olandan sonra əməlim göstərməlidir ki, mən təslim oldum ya yox. Mən dildə danışa bilərəm ki, mən təslim olmuşam və yaxud da təslim olanlardanam. Kimə? Rəbbimə, onun buyurduqlarına, onun bizə tövsiyə etdiklərinə, əmrinə mən təsliməm. Amma əməlim onu göstərmirsə, rəftarım onu göstərmirsə, mən o cür ola bilmirəmsə və yaxud da ki, meylim ona tərəf deyilsə, mənim əməlimlə bərabər mənə qiymət veriləcək. Çünki hər bir şeyin qiyməti onun əməl çərçivəsindədir. Mən hər nə qədər əməlimdə yüksək olaramsa, bir o qədər də əməlimin sayəsində Allah Rabbimin huzurunda mən yüksəlmiş olaram. Yox, əgər mən hər nə qədər danışaramsa, gözəl Kur'an ayələrini deyərəmsə, gözəl namaz qılaramsa və əməlim ona uyğun deyilsə, pis əməllərim yaxşı əməllərdən qat-qat çoxdursa, vay bizim halımıza, vay mənim halıma. Bunu Kur'an-ı Kerim'in ayələri buyurur ki, və insan bu cür olmalıdır. Məhz onun sayəsində insan yüksəlməlidir, əməlin sayəsində. Yüksəliş insanın əməlinin düz olması, rəftarının düz olması, təslimiyyətin göstəricisidir əməl. O zaman inşallah təslimiyyətlə bərabər biz onu eləyə bilsək, nə xoş halımıza. Allah Teala hər birimizi o cür əməldə olan insanlardan qərar versin. Muhammed və Ali Muhammed salavat zikr Bəqərə surəsinin 172-ci ayəsi: Ya eyyuhellezine amenu kulu min teyyibatin ma razaqnakum veşkuru lillahi in kuntum iyyahu ta'budun. Allah-u Teala Kur'an'da buyurur: ey iman getirenler, size verdiğimiz ruzilerin temiz ve halalından yiyin.
Ya eyyuhellezine amenu kulu min teyyibatin. Size verdiğimiz ruzilerin temiz ve halalından yiyin ve eğer yalnız Allah'a ibadet edersinizse ona şükür edin, çünkü şükürsüz ibadet kamil değil. Ve ma razaknakum, ne size güzel, halal, teyyib yani pak ondan yiyin. Veşkuru lillah in kuntum iyyahu ta'budun. Eğer şükür edensizse, Allah'ı hak bilensizse ibadeti ne edin? Kamil edin, kamil ibadet. Eğer kamil ibadetimiz yoktursa təsdiq ve amelimiz kamil olmalıdır. Yani ona ibadeti yarımçıq eləmeyin. Yarımçıq bu demək deyil, namazın 2 rükətini qıldım, 3-cü rükəti qılmadım. O değil, o mənada. Yarımçıq yani bütöv edin. Siz namaz kılırsınız, siz ibadet edirsiniz, siz Allah evine gelirsiniz, Allah size bereket versin. Ne hoş halınıza ki siz böyle bir günde, cuma gününde, əzəmətli günde, Allah'ın beğendiği bir günde Allah evinde, Əhl-i Beyt kapısında varsınız. Həmd olsun, hər nəfəsiniz təsbihdir, onu mələklər yazır. Amma onun əməlin qəbulunun olması və üst mərtəbəni qazanmaq üçün insanın əməli kamil olmalıdır. Qur'an-ı Kerim bunu istəyir bizdən. Allah Müteal bunu istəyir bizdən. Əməlimiz kamil olmalıdır. Hər bir əməlimiz nöqsanımız ola bilər. Nöqsansız, xətərsiz insan yoxdur. Xətərsiz insan dünya aləmində bir nəfərdir, sahibə zaman əleyhissalam. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah zuhurun təcil qərar versin. İnşallah bərqərar olacaq o hak. Dünya bərqərar olacaq Allah'ın izniyle. O zaman olacaq. Ama her birimizin özümüz qədərində yükümüz var. Xətalarımız var, səhvlərimiz var. Dir ibadeti Allah Teala uyarır. Yani beni, seni xəbərdar edir ki, ibadət edirsən, zəhmət çəkirsən, bu yolda varsan, özünü bu yolda görürsən, sən əqlən də bu yolda ol. Sen gözünle de bu yolda ol. Sen əməllə de bu yolda ol. Sen bütün çalıştığım her şeyi çalış, naqis etme. Yani tamamlanmasa, naqis olsa əməlimizin bir faydası olmaz sana. Senin verdiğin iller heder keçecek. Heder keçməməsi için Peygamber insanlara beyan et. Bu ayəni ki, bunlar bunun vasitəsiyle qayıtsınlar, başa düşsünler, anlasınlar ve öz təslimiyyətlərini təsdiq etsinler əməlləri ilə və onu bütövləşdirsinlər, kamil etsinlər. Ona misal olarak bizim peygamberlerimiz ve peygamberimizden sonra imamlarımız, onlar hem əməlləri ilə, hem rəftarları ilə, hem ibadətləri ilə biz insanlara beyan ettiler ki Allah Müteal ne istəyir? Ne cür insan istəyir? İnsanı necə görmək istəyir? Onun əxlaqı, onun tərbiyəsi, onun imanı, onun ibadəti, onun insanlarla rəftarı necə olmalıdır? Mən necə edim? İnsan öz həyatda bir özünə örnək götürür. Bir örneği peygamber göndermişəm sənə. Ged ondan bəhrələn. Sənə Kur'an göndermişəm. Ged ondan bəhrələn. Sənə salih bəndələr göndermişəm. Ged ondan bəhrələn. Sənə imamlar göndermişəm. Onların hayatını oku. Onlardan özün için ibret götür ve özünü onlara okşatmaya çalış. O zaman sen netice çıkardarsan. Allah Teala her birimizi o cür olmakta kömək olsun inşallah. Muhammed ve Ali Muhammed salavat zikredin. Bəqərə surəsinin 173. ayəsidir. İnnəmə harrəmə aleykumul meytətə və dəmə və ləhməl xinziri və mə uhillə bihi li qeyrilləh. Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahın başqasının adı ilə, bütlərin adı ilə kəsilənləri yeməyi qəti haram etmiştir. Fəmən isturra qeyrə bağin və la adi fə la ismə aleyhi. Bundan sonrasına biraz diqqət etirək, daha yaxşı olar. Biraz daha fikrimiz burada olsa daha gözəl olar deyir. Lakin naələz qaldıqda başqasının malını zorla mənimsəmədən və həddi aşmadan zəruri ehtiyacı ödəyənə qədər bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Yəni insan zəruri haldadır, ölüm ayağındadır. O zaman bunlardan artıq olmadan ölməsin deyib bu saydığımız şeylərdə nə edə bilər? İstifadə eləyə bilər.
Ama burada bu cümlede güzel bir nokta var. Güzel bir Allah insanı çirkeleyen bir şey var. O nedir? Buyurur ki فَمَنْ اِسْتُرَّ غَيْرَ بَاغٍ Eğer deyir gasp olunmuş değilse, Allah görünüp Allah'a kurban olun. Eğer gasp olunmuş değilse, yani başkasının malı değilse, gaspi mal değilse, sen eləyə ki ölmemek için ondan istifade eləyəsən. Gaspi mal olsa ölsen bile ondan ne deyir? İstifade edebilmezsen. Eğer gaspi maldırsa, güra başkasının malıdırsa, sen ölmeyi Allah Teala buyurur ki, bəli, ölməlisən, amma qəsbi mala əl vurmamalısan. Bizi xəbərdar edir ki, qəsbi olmaz, haramdır, haram. Yəni haramdan daha çox şiddətli, ölməyinə razı olur, amma qəsbi maldırsa, kimin malıdırsa, kiminsə haqqıdırsa, sənin ixtiyarın yoxdur, ona əl vurasın. İnnəllaha qafurur rahim. Bəs həqiqətən də sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Günlərin bir günü Bəhlul Danəndə görür ki, yemək vaxtıdır. Yaxınlaşır, görür ki, Harun Rəşid yeməyə hazırlaşır. Salam verir. Harun Rəşid salamın cavabını alır. Bəhlul sual verir Harun'a. Deyir, ya Harun, bu nemətləri ki qabağa qoymusan, nemətləri, bu yeməkləri yeməmişdən qabaq nə deyirsən? Deyir, 21 dua var. 21 duanı mən oxuyuram, bir onların hər birini oxuyur. Bunları oxuyandan sonra Bəhlul Danəndə ona dedi ki, dedi Harun, bu qədər müstəhəbi 21 duanı oxumaq gözəldir, amma ehtiyac yoxdur. Ondan qabaq, bu duaları oxumamışdan qabaq, ən mühümü odur ki, süfrəvə bax, o nemətlərə bax, onlar halaldırsa başla, bismillah və başla. Heç bir dua oxumağa ehtiyac yoxdur. Əgər sənindirsə, başla o yeməyə onu. Əziz müminlər, müsəlmanların əvvəl günündən Peyğəmbər əleyhissalatu vesselamın Kur'an-ı Kerim'in nazil olması ve Peygamberden sonra Peygamberin hakkının qəsb olunması, elde olunması diğerler tarafından, hakkın qəsb olunmasının səbəbi idi ki, bir neçə ildən sonra hemen o hakimiyetin dövründe bir Müslümanlara vali təyin olunur. Allahsız, açıq-aşkar haramı halal bilen bir insan vali təyin olunur ve özü ve övladları tərəfindən hak olan tərəfə qarşı müharibəyə başlayır. Ve Kərbəla hadisəsi məhz onun ücbatından baş verdi ki, hakkı qəsb ettiler. Allah Müteal buyurur ki, ölsən də belə hakkı qəsb etməyə sənə icazə vermirəm. Kur'an buyurur bunu. Ama Peygamber aleyhissalatü vesselam'dan sonra gasp olunan bir şeyin neticesinde bir müddet geçenden sonra bir vali təyin olunur. O hemen Allahsız, nefsine kulluk eden ve Allah'a karşı üsyan kaldıran, zahiri İslam olan bir insanın sebebinden ne olur, ne baş verir? Kerbala hadisesi baş verir ki İmam Hüseyin aleyhisselam ve yanındakileri orada şehit edirlər. Bunun neticesidir ki ta bugüne kadar da İslam'ın arasında olan bu zayıflık, insan düşünmelidir ki Halikimin, Rabbimin, Perverdigarımın, bütün kainatı yaradan Halik, bütün okyanlarda ve çaylarda her şeyden haberdar olan o qaya daşlarında, o nəhəng daşlarda içinde bile ne baş verirse ondan haberi olan bir Allah Teala yer üzerinde yarattığı beşer evladının da içinde hak olmak için ilahi bir sistem yaratmıştır. O sisteme doğru insan geçse neticesi güzel olacak. O ülke, o insanlar inkişaf etmiş olacak. Çünkü ilahi sistem insanların daha da çok inkişaf etmesi için hem ilmin neticesinde, hem imanın neticesinde, hem birliğin neticesinde, hem ahlakın neticesinde, hem maneviyatın neticesinde ki sistem ilahi bir sistemdir ki inşallah zuhuru Allah Teala təcil edersin. Allah onu gönderenden sonra o ilahi sistem berqarar olacak yer üzerinde ve biz de onun için çalışmalıyız ki ne kadar ki imkanımız var biz hak güç
üçün, mənəviyyat üçün, əxlaq üçün, tərbiyəmiz üçün, gələcəyimiz üçün, yəni nahaqqa getməmək üçün çalışmalıyıq. Əgər tamam o həya pərdələri qırılıb və gedərsə, onda vay bizim halımıza. Bizdən nə qalacaq və bizim qıldığımız namaz nə üçündür namaz? Niyə biz namaz qılırıq? Namazın bir keyfiyyəti var. İnsan ki, indi elhamdülillah dünyanın hər bir yerində, dörd bir tərəfində, dünyanın dörd bir tərəfində bugün cümə günündə hər bir mümin, müsəlman həm surəsini oxuyacaq və ləzzalin deyib başını qoyacaq səcdəyə. İndi sual verək özümüzə ki, kim var ki o və ləzzalini deyəndən sonra Allah üçün çalışan, hak üçün çalışan, mənəviyyat üçün çalışan, insanlıq üçün çalışan, namus üçün çalışan bir insandır və o cürdə Allah bəyənən bir şəkildə namazın qılır. Onlardan biri də peyğəmbərlər və onun davamçısı Əmir əl-Müminin və onun oğlu İmam Hüseyndir ki, Kərbəlada və ləzzalin deyəndən sonra namaz və onun yanındakılar ki, başını qaldırdı və 6 aylıq körpəsin Əli Əsqərin Allah üçün qurban verdi. 6 aylıq körpəsin qurban verdi. Və o körpənin də bir anası vardı. Siz də valideynlərsiz. Biz də valideynik. O körpənin bir anası adı Rubabdır. Səhv eləmirəmsə. Düz? Rubab xanımdır. Elə ki eşitdi ki Əli Əsqəri oxlayıblar və onun qanı axır Hüseynin əllərinin arasından. Rubab heç xeymədən çıxmadı. Həyat yoldaşının Hüseynin gözlərinə belə baxmadı. Niyə baxmadı? Məyər onun üçün qiymətli və dəyərli deyildi övladı? 6 aylıq ola, nə qədər şirin olur körpə uşaq insan üçün. Amma onlar, o insanlar o vələzzalini namaz qılanda həqiqətən də Allah üçün qılanlar idi. Çətin və imtihan zamanında uf demədən Allah üçün keçmək ki, Rubab sən niyə çıxmadın? Niyə sən ağlamadın? Niyə səsivi çıxartmadın? Dedi, çıxmadım gözüm Hüseynin gözünə dəyməsin. Birdən baxar halı pərişan olar. Ki bəs mən anayam da balam şəhid olub. Qanları tökülür Hüseynimin üstünə. Mənim üçün əzizdir, doğmadır Əli Əsqər, amma Allah üçün qurbandır. İstəmərəm ki Hüseynin qüssə yesin mənim Hüseynim. Çünki etdiyi iş Allah üçündür, düz və haqq üçündür. Əzizlər, məsələ budur. Sizə qurban olum. İnsan bu cür olmalıdır. Bu cür olsaq əlbəttə ki gözəldir. Bu cür olmasaq vay bizim halımızadır. İbrət götürülməsi məqamlar bunlardır. Ben sizin vaxtınızı alırım, dönə-dönə sizdən üzr istəyirəm. Vaxtınıza girirəm, amma mənim borcumdur bunları demək. Həm özüm, həm də sizlərə bir şey əgər verə bildimsə nə xoş. Allah Teala bizi bu cümə günlərindən əli boş geriyə qaytarmasın inşallah. Allah'ım sana and verirəm izzəti və cəlalı və əzəmətivin xatirinə ibadət və itaatimizi bizdən qəbul eyle. İlahi gələn günlərimizi xeyrə cala. Pərverdigara aləm ölkəmizə, dünyaya əminamanlıq bəş qərar ver. İlahi bu cəm'i biri-birinə raufi mehriban qərar ver yine. İlahi sənə an verirəm izzəti və cəlalıva. Amin deyən dilləri məhşərdə lal etmə. İlahi ya Rabbim Allah ruzimizi bol qərar ver yine. İlahi bizi digərlərinə möhtac qərar vermə yine. İlahi sənə an verirəm cəlal və izzətin xatirinə dünyada yanan yerler var. Od, alov yağır, nahaq qan tökülür. Körpələr, ahıllar, ağ birçəklər, cavanlar tələf olurlar, məhv olurlar. Nəsilləri ailəlicə məhv olurlar. Ya Rabbim Allah sənə agahdır ya Rabbim. O yerlərdə də sülhün bərqərar olmasında onlara kömək ol gəlin. Pərverdigar-ı aləm, vətən üçün şəhidlərimiz var. O şəhidlər öz canları ilə, qanları ilə vətənlərin qorudular. Onları qiyamət günündə Kərbəla şəhidləri ilə həmnişin qərar verir. Pərverdigar-ı aləm, onların ailələrinə səbr ver. İlahi, yaralı qazilərimiz var, heç yoxdan onlara şifa ver.
Onların ruzilərin bol qərar ver. Xəstələrimizə şifa ver ginən. İlahi iltiması olanlar var. İlahi Rəbbim Allah. Niyəti olanlar var. Hacəti olanlar var. Övladları üçün, qızı üçün, oğlu üçün. Hər kim ki hansı hacəti var, niyəti var. Ya Rəbbim Allah, sənə and verirəm izzət, cəlalı və əzəmətimin xatirinə. Onları bu evdən əliboş geri qaytarma. Pərverdigar-ı aləm, sahibə zaman aleyhisselamın zuhurun təcil qərar ver genə. İlahi bizləri övladlarımız yanında xəcalətli eləmə. İlahi bizim övladlarımız, gənclərimiz bizim gələcəyimizdir, ölkəmizin gələcəyidir. Onlar ölkəmizin sütunlarıdır, qəhrəmanlarıdır ya Rəbbim Allah. İlahi heç yoxdan onları şərdən, nəfsin şərrindən, şeytanın şərrindən, bədxah insanların şərrindən qoru ginən. İlahi bu bədxahlara imkan vermə ki, onlar bizim cavanlarımızı aldada bilsinlər. İlahi ölkəmizi həmişə əmin amanlıq içində bərqərar etkinə. İlahi bir daha müharibə odunu ölkəmizdə qismət qərar vermə. İlahi bizim əskər və zabitlərimizi qoru ginən. İlahi sənə an verəm izzəti və cəlalı və ölkə düşmənlərimizi həmişə məğlub qərar ver ginən. İlahi Azərbaycanda yaşayan müsəlman bacı və qardaşlarımızın gün və güzaranın yaxşı qərar ver ginən. Hər kəs ki onun üçün çalışır, o insanlara da sən özün kömək ol ginən. Və hər kəs ki Azərbaycanımızı istəmirsə, onun ərazi bütövlüyünü istəmirsə, müstəqilliyini istəmirsə, Azərbaycanda yaşayan bacı və qardaşlarımızın gün və güzaranın yaxşı olmağını istəmirlərsə, firavan yaşamağını istəmirlərsə, ilahi onların imkanlarını əllərindən al. İlahi onları güçsüz qərar verginən, bizləri güclü qərar verginən. Bütün duaların qəbulü üçün Muhammed və Ali Muhammed salavatı zikr edin.